Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Mən MHM Tədris Mərkəzinin ingilis dil müəllimi Allahyarova Aygün. Bugün sizlərlə 9-cu sinifin buraxılış imtahanlarına aid olan bir sıra sual tiplərinin izahına baxacağıq. Deməli, birinci sualımıza baxaq. Birinci sualımız Are your trousers? Sənin şalvarların. Şalvar bilirsiniz ki, cəmdir, cəm isimdir. Buna görə də xəbərimiz cəmdə olur. Amma qiymət soruşarkən how much-dan soruşuruq. How much are your trousers? Sənin şalvarların neçəyədir? How many ilə demək olmaz. Whom burada məna baxımından uyğun gəlmir və haradadır? Sənin şalvarın haradadır və neçəyədir? 1-4 cavabımız olacaq E variantı. Who is responsible for? Bilirik ki, uşaqlar. Deməli, for söz önüdür. Söz önlərindən sonra fe'lin hansı forması olmalıdır? Fe'lin ing-li formasından istifadə etməliyik. Cavabımız olacaq D variantı. Try to solve your problems. Bu əmr cümləsidir. Əgər əmr cümləsidirsə, biz əmr cümləsində hansı qayda əvəzliklərindən istifadə edirik? Əmr cümləsində yourself və ya yourselves-dən istifadə edirik. Əgər əmr cümləsi heç bir xitabı yoxdursa, cümlə fe'llə başlayırsa, deməli burada həm yourself, həm də yourselves-i istifadə edə bilərik. Yox, əgər cümlədə xitab varsa, xitabın tək və ya cəm olmasına diqqət etməliyik. Cavabımız olacaq 1-4 C variantı. Dördüncü sualda which word is type of animal? Heyvan tipi hansıdır? Heyvan növü. Təbii ki, The Rest on the Movie filmdir, baby, körpədir, tiger, pələngşir, tiger olacaq cavabımız D variantı. Beşinci sualda make-up sentence yazaq. Make-up sentence yazarkən birinci cümlənin mübtədasını tapmağa çalışın. Mübtədamız olacaq Sara, calls, zaman zərfi var, often. Biz də bilirik ki, often hansı zaman zərflərindəndir? Mübtəda ilə xəbərin ortasında işlənən zaman zərflərindəndir. Buna görə də olacaq often calls, Sara often calls to. Deməli, 2, 3, 1, them to her house. Cavab olacaq B variantı. Diqqət edin, mübtədanın xəbəri tapdıqdan sonra artıq variantlardan demək olar ki, düzgün cavabı tapa bilirsiniz. 6-cı suala baxırıq. Passive voice tapmalıyıq. Warned fe'lin sonunda ed var. Deməli, past simple-dadır. Əgər fe'limiz past simple-dadırsa, onu məchul növə çevirərkən nədən istifadə etməliyik? Təbii ki, was və were-dən istifadə etməliyik. Was, were hardadır? B variantında və C variantında. Baxırıq, B ya da C. Baxırıq ki, məlum növdəki cümləmizin mübtədası policeman-dir. Məlum növdəki cümlənin mübtədası əgər policeman-dirsə, məhcul növdə də həmin sözlə başlaya bilməz. Bilirik ki, tamamlıq qarşıya keçməlidir. Ona görə də B variantı yanlışdır. Cavabımız olacaq C variantı. All the people were warned by the policeman. Keçirik digər suala, 7-ci suala. Jadi is planning to have a nice trip. Have a nice trip. Bunu deməli, article mövzusunu keçərkən sabit ifadələrin içində də öyrənmişik. Saturday deməli, həftənin günləridir və həftənin günlərdə bilirik ki, heç bir article-la işlənmir. Cavabımız olacaq A variantı. 8-ci sualda yesterday var, zaman zərfi var. Yesterday hansı zamanın zaman zərfidir uşaqlar? Past simple zaman zərfidir. Past simple-da fe'llər iki yerə bölünür, qaydalı və qaydasız. Qaydalılar id qəbul edir, qaydasızlar da kökündən dəyişir. Burada fikir versəniz, variantlarda by fe'lindən söhbət gedir və by fe'li keçmiş zamanda olur, bought. Cavab olacaq B variantı. 9-cu suala baxırıq. Burada isə sifətin dərəcələrindən söhbət gedir. Baxırıq ki, zəm bağlayıcısı var. Varsa, deməli, dən bağlayıcısı varsa, sifətin müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsi necə düzəlir? 1-2 hecalı sözlərin sonuna er artırırıq, 3 və daha artıq hecalı sözlərin əvvəlinə more artırırıq və diqqət etməli məqam burada nədir? Əgər sifətin müqayisə dərəcəsindən sonra sayıla bilən tək isim gələrsə, bu zaman qarşıda article işlənir. Yox, əgər isim gəlməzsə, article işlədilmir. Burada baxırıq, müqayisə dərəcəsi bir A variantında var, bir də Y variantında var. Uşaqların ən çox səhv etdiyi məqam məhz budur. More crowded yoxsa more crowded? Baxın nöqtələrdən sonraya. Burada əgər isim varsa və həmin isim sayıla bilən təkdirsə, bu zaman article-dan istifadə edib more crowded yazarsınız. Yox, əgər bizim testimizdəki kimi heç bir deməli isim yoxdursa və yaxud da ki, isim var amma sayıla bilməyəndir və ya cəmdir, bu zaman article-dan istifadə etməyəcəksiniz. More crowded
yazacaqsınız. 10-cuya baxırıq. Düzəltmə sifətləri tapmalıyıq. Suggestion, şın şəkilçisi, pollution, yenə şın şəkilçisi. 1, 3 cavabımız olacaq B variantı. 11-ci suala baxırıq. 11-ci sualda da modal feillərdən söhbət gedir. Variantlara baxan kimi haven't to-nu çıxırıq uşaqlar. İngilis dilində haven't to, hasn't to, hadn't to deyilən bir modal feil yoxdur. Yəni have to, has to, had to-nun sual və inkar formasını have to, have, has, had düzəltmir. Do, does dipdən istifadə olunur deyə. Belə bir variant, yəni haven't to ifadəsi qarşınıza çıxdı. Ona çıxın elə bir şey yoxdur ingilis dilində. Burada deməli shouldn't, can, mustn't make. Burada nəyə diqqət edəcəksiniz uşaqlar? Baxın, əgər eyni yerə modal feil seçiriksə, ya ikisini də təsdiq seçməlisiniz, ya ikisini də inkar seçməlisiniz. Yəni məna baxımından heç vaxt biri təsdiq, biri inkar olmayacaq. Ona görə ya burada cavabımız 1, 3-dür, ya da cavabımız 2, 5-dir. Ya D variantıdır, ya Y variantı. İndi cümləni tərcümə etməliyik. I think you wear that dress. Sən ya bu paltarı geyinməlisən, ya da geyinməməlisən. It doesn't suit you. O sənə yaraşmır. Əgər sənə yaraşmırsa, deməli bunu geyinməməlisən. 1, 3 olacaq cavabımız Y variantı. As the airport was far. Far from-la işlənir. Far from. Asked, askdan sonra sözünü işlənmir. Cavabımız olacaq C variantı.